Bir var autizmin daim dəstəyə ehtiyacı olan kateqoriyası. Bir də var ki, bir müddət dəstəyə ehtiyacı olan kateqoriyası. Onlar bir müddət dəstəyə ehtiyacı olan kateqoriyasında nə baş verir? Məktəbə qazandırılır, uşaq mühitə adaptasiya olur, müəyyən qədər sosial bacarıqlar öyrədilir, müəyyən qədər oxu ilə, yazı ilə bağlı baza bacarıqları yerləşdirilir və onun maraq və bacarıqlarının istiqaməti təyin olunur. Bacarmadığı tərəflərdə artıq güzəştə gedilir ki, özünü qismən rahat hiss eləsin. Ondan sonra onun maraq və bacarıqları hansı istiqamətdədirsə, ora dəstək təyin olunur və müəyyən yerə çatdıqdan sonra artıq dəstəksiz həyata davam eləyə bilirlər. Necə dəstəksiz? Bu da məsələn 6 aydan bir mütəxəssis görüşməsi ola bilər, ildə bir dəfə mütəxəssis görüşməsi ola bilər. Əgər düzgün yetişdirilərsə, uşaqlıqdan inkişaf strategiyası düzgün qurularsa, 14-15 yaşından onlar artıq özlərinin yaşıdlarından fərqli olduğunu anlamağa başlayırlar. Bunu əsasən nədə təhlil edirlər? Əsasən sosial bacarıqlarda, dost qazana bilmədikdə və ya replikaları anlaya bilmədikdə, yaşıdlarının elədiyi zarafatlara gülə bilmədikdə, qrupa daxil ola bilmədikdə özlərinin fərqli olduğunu anlayırlar. Əgər düzgün dəstək təyin olunmasa, depressiya yaşaya bilərlər.